Salam əziz şagirdlər. Bugün sizlərə Körpü nəşriyyatından olan Azərbaycan dili və riyaziyyatın 2 səhifəsini, 6 və 7-ci səhifələrin izahatını verəcəm. Riyaziyyatı bir bölümə yerləşdirəcəyim. Səhifədə yer alacaqdır. Azərbaycan dilini ayrıca bir bölümə yerləşdirəcəyim. Deməli, 2-ci sinifə keçiddə təbii ki, yay tətili boyunca da işləyə bilərsiniz, amma ən yaxşısı olar ki, elə dərs başlayanda müəllim dərs əsnasında bu testləri sizə müstəqil şəkildə sinifdə işlətsin. Çətinlik çəkənlər üçün indi ilk dərs olaraq izah verirəm. Başlayaq səhifə 6-dan. Deməli, birinci sualda nə deyir? Deyir ki, Emil 9-dan başlayaraq 4 daxili, 9-dan başlayaraq 9 daxil 3 irəli saydı. O, neçənci saymada 21 ədədini söyləyib. Deməli, 9 daxil deyirsə, biz şərti hər zaman diqqətlə oxumalıyıq ki, çətinlik çəkməyək. 9 daxil deyirsə, 9-un özünü də o saydıqlarımızın sırasına aid edəcəyik. Deməli, ruçkamı götürürəm. Böyüdək və başlayaq. 9-dan başlayaraq biz bilirdik ki, irəli 3 saymada öyrənmişdik. 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30 və s. İndi Emil 9-dan başlayırsa, 9-un özündə sayırıq. 9, virgül. 9-dan 3 vaid artdıq. Və deyir ki, 21-ci ədəd neçənci olacaqdır? Saydıqlarımızdan irəli saymada. Neçənci saymaya düşəcəkdir? 9-u 3 artırdıq. Oldu. 12. 12-ni 3 artırdıq. Oldu. 15. 15-i 3 artırdıq. Oldu. 18. Və 18-i 3 artırdıq. Oldu neçə? 21. Və deyir ki, Emil 9-dan başlayaraq 3 irəli saydı. O neçənci saymada 21 ədədini söyləyib. 21 neçənci saymadadır? Gəlin sayaq. 9, 12, 15, 18, 21. Deməli, 5-ci saymaya düşdü. Deməli, mən cəmi neçə saymadan gəldim, keçdim? 5 saymadan və 21 neçənciyə düşdü? 5-ci. Deməli, variantım olur A variantı. Gələk digər ikinci suala. Arı 2 təhlik 8 onluq yazılan çiçəyə qonmaq istəyir. Arı hansı çiçəyə qonacaq? Bəziləriniz bu məqamda tez qaçıb gedib orada 2-ni görən kimi adətən çox uşaqlar 2-ni onluq kimi qaçır götürür. Və biz burada nəzərə almalıyıq ki, hər zaman bizə birinci təhliyi verib, sonra onluğu verib bizi çaşdırmaq istəyər. Deməli, bu məqamda biz diqqət edəcəyik. Bizdən neçə təhlik, neçə onluq soruşur. Hər zaman birinci onluğumu, yəni ananı əvvələ yazacağam, sonra yanında balanı, yəni təhliyi yazacağım. İndi bizdən 2 təhlik 8 onluq, mən o dəqiqə qaçıb oraya 2 yazmayacağam. Çünki o məni artıq çaşdıra bilər, səhv çıxar cavabım. Ona görə hər zaman 8 onluq dediyi üçün birinci 8-i yazıram. 2 təhlik dediyi üçün də 2-ni yazdım yanına. Deməli, arı hansı çiçəyə qonacaq? 82 hansı variantdadır? A variantında. Yenə deyirəm. Birinci orada 2 rəqəmini birinci görüb onu heç bir zaman onluğa yazmayın. Baxın görün yanında təhlik istəyir yoxsa onluq istəyir. Gələk 3-cü suala. 79 ədədində 7 rəqəminin mərtəbə qiyməti 10-dan nə qədər çoxdur? Mərtəbə qiyməti, mərtəbə vahidi deyə bir şey var. Mərtəbə vahidi deyəndə həmin mərtəbədə duran mərtəbənin vahidindən, yəni onun yerləşdiyi evdən söhbət gedir. Mərtəbə qiymət deyəndə orada dayanan ədədin qaldırılıb evimə vurmasından söhbət gedir. İndi ikincisində uşaqlar artıq vurmanı əzbərə keçdikləri üçün bu hissədən işləmək onlara çətin olmayacaqdır. Amma gəlin əvvəlcə mərtəbə vahid və mərtəbə qiyməti anlayışın izah edim, sonra bu sualımıza keçək. Çünki test üzərində izah verə-verə gedirəm. Məsəl üçün deyirəm ki, 35, heç 3-5 demirəm, 35. Düşünürdüm 300, 100-lükdən deyim, hələ o qalsın. 35. 35-də 5 təhlik var. 3 onluq var. Onluq nədir? Anadır. 5 nədir? Təhlikdir. Yəni baladır. Başa düşüləcək dildə deyirəm. 35-də 5 mənim mərtəbə vahidim neçədir? Təhlikdir. 5-də məndə mərtəbə vahidi təhlikdir. Yəni, təhliyim də olur neçə? 1. Adından göründüyü kimi. 3 onluğun mərtəbə vahidi evi neçədir? Onluqdur. Onluq. Amma mərtəbə qiyməti deyəndə, burada dayanan ədədi qaldırırıq, vururuq, ədədin yerləşdiyi evə. Ədədi qaldırırıq və yaxud rəqəmi qaldırırıq, vururuq, yerləşdiyi evə. 5-i qaldıracam. Deməli, mərtəbəmizdə, mərtəbə vahidimiz neçə idi? Təhlik, 1. Əgər mərtəbə qiymətinə söhbət gedirsə, 5-i qaldırıq, vururuq evimə, yəni 1-ə. Axı təhliyin evi 1 idi. Onluq mərtəbə qiymətindən söhbət gedirsə, 3-də duranın evi neçədir? Onluq. Və 3 mənim nəyimdir? Orada dayanan ədədim. 3-ü qaldıram, vuram evimə. Evim neçə idi? 10. 3-ü vururam 10-a. Elir neçə? 30.
Bu bir nümunə idi. İndi gəlin bu analizə gedək biz 79 ədədində. 79 mənim, indi məndən burada 7 rəqəmini istəyir. 7 rəqəmi baxıram, görürəm harada yanıbdır, anada, yəni 10-luqda. Bunun evi nədir? 10-luq, yəni 10. Bəs ədədin və yaxud da rəqəmin biz bilirik ki, 9 daxil olmaqdan biz ədəd də deyə bilərik rəqəmdə. 7-ni qaldırıram, vuram 10-luğa, yəni evinə. Mərtəbə qiymət deyiləndə orada deyilən rəqəmi qaldırıram, vuram evimə. Yəni 7-ni də 10-a vuranda, vurma cədvəlini əzbərdən bilən uşaqlar bilirlər ki, 7-ni 10-a vuranda eləyir neçə? 70. İndi baxaq görək. 79 ədədində 7 rəqəminin mərtəbə qiyməti 10-dan nə qədər çoxdur? 79-da 7-ni qaldırdıq, vurduq evinə elədi 70, yazdım bir kənara. Və 10-dan nə qədər çoxdur deyəndə 70-dən çıxıram onu. Alıram ki, 60% çox imiş. 7 rəqəminin mərtəbə qiyməti 10-dan 60% çox imiş. Gəlir olur cavabımız B variantı. Gələk 4-cü suala. 87 ədədinin onluq və təhlilləri hansı variantda doğru göstərilmişdir? 87 ədədini yazıram. Hər zaman bir şey yazın ki, gözünüzün önündə olsun. 87 ədədində 7 rəqəminin mərtəbə, daha doğrusu 87 ədədinin onluq və təhlilləri hansı variantda doğru göstərilmişdir? 7 təhliyim var, 8 onluğum var, yəni anam var. Və onluq təhlillərim, bax, yenə deyirəm, bu məqamda götürər məsəl üçün, görürsünüz, bax, təhliyi birinci yazıb, B variantına baxın. 7 təhliyi 8 onluq. Elə cavabımız da budur. Sadəcə əvvəldə bizə təhliyi verdiyi üçün biz deyə bilərik ki, mən axı niyə birinci təhliyi verdi? Özümüzü çaşdıra bilərik. Fərq etmir bizə. 8 onluq 7 təhlik demir. 8 onluq 7 təhliyi biz götürürük, təyin edirik B variantına. Çünki 7 onluq 8 təhlik A variantında 78 eləyəcəkdir. 8 onluq 1 təhlik C variantında 81 eləyəcəkdir. Amma 7 təhlik 8 onluq nə olsun birinci təhliyi verib? Mənim faktiki olaraq 7 təhliyim varmı? Var. 8 onluğum varmı? Bəli, var. Əvvələ 8-i yazaram, onluğu, yanına da 7-ni yazaram, baxıb görərəm ki, 87-dir. Bəli, deməli variantımız olur B variantı. 87 ədədində 7 təhlik, 8 onluq. Başqa cür desək, əvvələ əsasaq 8 onluq, 7 təhlik var. Gələk 5-ci suala. 9 onluq 1 təhlikdən ibarət olan ədəddən əvvəlki ədəd hansı variantda verilmişdir? 9 onluq 1 təhlik. Aha, birinci onluğumu verib, görürsünüzmü? Heç özümü çaşdırmayacağım. 9-u yazacağım və 1 təhlik deyilmi? Olsun 1 təhlik. 9 onluq 1 təhlikdən ibarət olan ədədin əvvəlki ədəd. İndi 91-dən əvvəlki ədəd hansı olar? Bir vahid geri qayıdıram. Sizə öyrətmişdimi? Əvvələ maşını geriyə veririk. 91. 91-dən əvvəlki ədədə qaydanda olur neçə? 90. Çünki bir vahid çıxıram. Əvvələ deyəndə çıxıram, sonraya deyəndə üzərinə gəlirəm. 6-cı suala gələk. 6-cı sualdakı aşağıdakı ədədlərdən neçəsi 42 və 46 ədədlər arasında yerləşir? 42-dən 46-ya qədər aralığı sayaq. 42-dən sonra neçə gəlir? 43. Sonra 44. Sonra 45. Sonra 46-nın özünü yazmayacağım. Niyə? Çünki mənə deyir ki, 42 ilə 46-nın arasında yerləşsin. Mənə 46-nın özünü sayanmaram. Demir bunlar da daxil. Bunlar da daxil desə, bunlar da sayardıq. 42 ilə 46 dediyi üçün 42-dən sonra gələn və 46-dan əvvəl gələndə dayanıram artıq. 43, 44, 45. Neçə ədəd dayandı? 3 ədəd. B variantı. Gələk, verilmiş ədədlərdən ən böyük və ən kiçik olanları hansı variantdadır? Verilmiş ədədlərdən ən böyük hansıdır? Bilirik ki, onluqları balaca olanı götürəcəm və ən böyük deyəndə onluğu ən böyük olanı. Təbii, onluqlar eyni olarsa orada artıq təhlillərin böyük kiçikliyinə baxacam. Məsəl üçün deyək ki, 35-də 36-da. Aha, onluqlar eyni oldu. Deyirəm, mən bu məqamda nə edəcəm? Baxıram ki, hansının böyükdür? 36-nın altısı. Deməli, 36 35-dən böyükdür. İndi bizə burada 46 verib, 39 verib, 55 və 58-i veribdir. Ən kiçiyim, onluğu balacaya baxıram, 39-dur. Ən böyüyüm, aha, 55, 58 baxdım, onluqları eynidir. Amma ən böyük olaraq yanında təhliklərdən hansı böyükdür? 8, deməli, ən böyüyüm də olacaqdır. Ən böyük, indi mənə burada baxın, hər zaman yenə diqqət çox önəmlidir. Ən böyük, ən kiçik məsələsində görürsünüz 55-i yazıbdı 46, amma məndə 55 lazım deyildi, 58 lazım idi. Ən böyük deyəndə gətirib, ən böyüyün altına 39-u yazıbdı, bu məni çaşdıra bilər ki, 39-58-i görən kimi qaçıb gelin götürün. Yox, C variantına baxıram, ən böyük, ən kiçik. 58, 39, aha, ən böyüyüm oldu, 58, ən kiçiyim oldu, 39. Deməli, mənim uyğun variantım C variantı oldu. 8-ci suala gələk.
Cəmin fikrində 2 rəqəmlə də tutdu. Bilirik ki, 2 rəqəmli ədədlərimiz 10-dan başlayır, 99-da, 99-da daxil bitir. Deməli, bu aralıqlarda nəyəsə baxacaq. İndi baxaq görək ki, şərtində nə deyir. Cəmin fikrində 2 rəqəmlə də tutdu. Bu ədəddə 7 təhlik var. Onluqların sayı, təhliklərin sayından 2 vahid çoxdur. Dəfə demir. Dəfə az desə bölmədi. Dəfə çox desə vurmadı. Vahid çox desə toplamadı. Vahid az desə çıxmadı. Və misil hasıl sözlərdə vurmaya dəlalət edir. Baxın indi. Cəmin fikrində 2 rəqəmlə də tutdu. Bu ədəddə 7 təhlik var. Aha, qaçdım getdim. Bala yerinə yazdım 7. Onluqların sayı təhliklərin sayından 2 vahid çoxdur. Bax, təhliklərin neçədir? Bala, 7. Və deyir ki, onluq, yəni ana, baladan 2 vahid çoxdur. 2 vahid çox deyən kim nə deyirdim? Üzərinə gəlirdim toplama, 2 vahid artırırdım. 7-nin üstə 2 gəl neçə eləyir? 9. Deməli, 97 mənim uyğun variantımdır. Hansı variantdadır? B variantında. Gələk 9-cu suala. 9-cu sualda Reyhan fikrində bir neçə 2 rəqəmli ədəd tutdu. Bu ədədin onluğu təhliyindən kiçikdir və rəqəmlərinin cəmi 9-dur. İlk baxışdan sualın şərti bizə uzun görünə bilər. Bu bizə heç vaxt çaşdırmalı deyil. Hər zaman şərti səbirdən, təmkinlə oxuyun. Hətta cavab anlamasaz şərti qayıdın bir neçə dəfə oxuyun. Sizə bu suallardan işləməyə niyə görə geniş təfsilatından başa salıram uşaqlar? Çünki bunu tam olaraq artıq işləmə metodikasını biləsiniz deyə. Suallardan işləmə bacarığını formalaşsın deyə. Reyhan fikrində bir neçə 2 rəqəmlə də tutdu. Bir neçə, bir dənə tutmayıbdı. Bu ədədin onluğu təhliyindən kiçikdir və rəqəmlərinin cəmi 9-dur. Reyhan fikrində ən çox neçə də tuta bilər? Onluğu təhliyindən kiçik olsun və rəqəmlərinin cəmi 9 olsun. Gəlin onluğu təhliyindən kiçik olan əvvələ 1 yazaq. Sonra bunun cəminin 9 olması üçün təhliyə neçə yaza bilərəm bala yerinə? Deyir axı ki, ana baladan kiçikdir. Yəni onluq kiçikdir. Deməli, onluğa ən kiçik birinci 1-i verdim və cəmin 9 olması üçün təhliyə verdim 8. Sonra gəldim yenə 9 alınması üçün onluğa verirəm 2. Təhliyə neçə verə bilərəm? Təhliyə axı onluqdan böyükdür. 7. Cəmim 9 elədimi? Gəlirəm. Onluğa verirəm 3, təhliyə verirəm 6. Onluğa verirəm 4, təhliyə verirəm 5. Aha. İndi gəlib onluğa 5, təhliyə 4 verə bilməyəcəm. Niyə? Çünki deyirdi ki mənə, onluq təhlikdən böyükdür. Bu halda mən başqa cür davrana bilmirəm. Məcbur oluram ki, onluq balaca olanda artıq təhlikdən onluq eyni olmayana qədər, yəni daha doğrusu onluq böyük olan balaca o kiçik olub, təhlik böyük olana qədər belə gedirik. Və baxırıq ki, 18, 27, 36, 45. Mənə neçə ədəd düşdü? 4 ədəd. Bu da hansı variantımdadır? B variantımda. Və gəldik 10-cu suala, sonra növbəti deməli səhifəni ayrıca izah edib göndərəcəm. Aşağıdakı fikirlərdən hansı doğrudur? 47 və 74 ədədlərindəki 4 rəqəminin mərtəbə qiyməti eynidir. Baxaq indi 47 və 74 ədədlərindəki 4 rəqəminin mərtəbə qiyməti. Xeyr. 47 və 74 ədədlərindəki 4 rəqəmi. Baxaq birincidə 4 rəqəmin mərtəbə qiyməti neçədir? 4-ü qaldırdıq, vurdıq evinə. Oldu 40. İndi 74-dəki 4-ə baxaq. 4-ü qaldırdıq, vurdıq evinə, 1-ə. Mərtəbə vahidinə. Neçə oldu? 4. Burada 40 oldu, burada 4. Eyni oldu. Xeyr, səhv oldu. Üzərindən xətt çəkdik. Gələk B variantında. 2 onluq və 3 təhlikdən ibarət olan ədəd 32-dir. 2 onluq 3 təhlik neçə olar? 2 onluq, 2 ana, 3 təhlik, 3 bala. Neçə olur? 23. Deməli, bu da olmalıdır 23. Amma bizə burada nə verib? Deyir 32. B variantında üzərindən xətt çəkdik. Gəldik C variantına. 65 ədədinin onluq mərtəbəsində 6 rəqəmi var. Bəli, 65 ədədinin onluq mərtəbəsində, bəli, 6 rəqəmi var. Bəli, C variantı düzdür, tamamilə doğrudur. Bu, bugün sizə izah edəcəyim 6-cı səhifənin izahı idi. 7-ni də ayrıca izah edib göndərəcəm. Sağ olun, növbəti dərslərdə görüşərik.